Və beləcə də qeybəti tərk eləyin. Yəni, müsəlmanın ətini yeməyin. Və o müsəlman əgər elm əhli, alimlərdəndirsə, onda iş daha pis olur. Daha da böyüyür. Necə ki, demişlər, müsəlmanın ətini yemək haramdır. O alimlərin əti isə zəhərlidir. Bu daha da pisdir. Və müsəlman da bu zənlərdən, bu dəlilsiz, subutsuz zənlərdən çəkinməlidir. Hansı ki, insanların həyatını körlüyür. Qardaşlıq əlaqələrini qırır. Ailədə əgər varsa, ailələri dağıdır. Müsəlmanlar arasında düşmənlik salır. Kin-kudurət salır. Və hər kəs özü ilə necə davranılmasını istəyirsə, başqaları ilə də o cür davranmalıdır. Və hər bir müsəlman da özü üçün sevdiyi şeyi qardaşı üçün sevməlidir. Yox, əgər sadəcə zənn gəlirsə, onu danışmasa, mübarizə aparsa, dəf etməyə çalışsa, müsəlmana bir günah yoxdur.